Hər vaxtınız xeyir olsun əziz dinləyicilər, Yurd FM-in daimi dinləyiciləri, qonaq gəl bizəni sevərək dinləyənlər. Gəlmişik, buradayıq, radionuzun səsini artırın. Sosial şəbəkə istifadə edənlər bir növ onu oradan tanıdılar, amma onun həm də televiziya muğam müsabiqələrini izləyənlər müsabiqədən tanıyırdılar. Çünki o iki muğam müsabiqəsinin də, üçünü də, üç dəfə, mən iki... Deməli, 3 dəfə, festival da var. Deməli, televiziya muğam müsabiqəsi, muğam beynəlxalq... Respublika muğam müsabiqəsi. Respublika muğam müsabiqəsi, beynəlxalq... Yəni, qoymayıb da, bir festival, bir müsabiqə qoymayıb, hamısının laureatçılarından da. Amma həm də sosial şəbəkədə bir mahnını bir dağın başında oxudu, bir də oradan, belə deyim, bir də bir başqa səbqidə tanındı. Daşqın Kürçaylı. Xoş gəlmişsiniz, Daşqın. Çox sağ olun. Mikrofona biraz yaxın zəhmət olmasın. Minnətdaram. Asiyə xanım, təşəkkür edirəm dəvətə görə. Sizə çox minnətdaram və sizə xüsusi minnətdaram ki, Azərbaycanın həqiqi musiqisini, Azərbaycanın bu gözəl xalq musiqisini təbliğ etdiyinizə görə bu FM radionun işçilərinə və sizə xüsusi təşəkkür edirəm, həm də dəvətə görə. Biz təşəkkür edirik. Çox sağ olun gəldiyinizə görə. Bugün canlı ifalar olacaq. Bol canlı ifalar səsləndirəcəyik. Düzdür, Daşqın Kürçaylı'nın radiomuzda gedən mahnıları da var. Sadəcə biz onları onsuz da adi günlərdə də səsləndiririk də. Bir də istəyirik ki, bizim o milli musiqimizi sevən dinləyicilərimiz bu gözəl havada biraz da fərqli-fərqli yurdumuzun digər ifalarında səslənsin sizin ifanızda. Əminəm ki, xoş olacaq onlara. Tar kaman müşayiəti var. Daha doğrusu tar var. Özü də buradadır, müşayiətçisi də buradadır. Kamanın özü gəlib kamanını yaddan çıxar. O bugün yox, kamanını da gətirdi. Yox, artıq sən mənim tuş gəldin hədəfimə. Bitdi artıq, sən mənim artıq hədəfimə tuş gəldin. Bugün tarda İntiqam Oktaylı çox sağ olsun, tarını yanından ayırmayıb, onu qucağında qucaqlayaraq gəzdirib. Kamanda Fərrux Haşimlı, indi gələn kamanı ilə bərabər. Xoş gəlib, səfa gətirmişsiniz Fərrux. Deməli, o kamanı bu qədər tez-tez unudursunuz. O kaman bugün köklənməməlidir. Mən xahiş edirəm o kamandan ki, biz ondan o performansı gözləyirik ki, o köklən. Zarafat bilin, tələbənizdə idi bildiyim qədərilə. Mikrofon oradadır. Zarafat edir əlbəttə ki. Təsadüfdür, Fərruxda belə bir şey mən görməmişdim. İstifadə üçün verilmiş, onda da o yaxşı bir niyyət üçün təqdim olunubmuşdu. Onda da keçmək olar. İstedadlı gözəl musiqimiz, qardaşımız. Təbii ki. Təşəkkür edirəm dostum. Çox sağ olun gəldiyinizə görə. Bugün canlı ifalar səsləndirəcək. Əziz dinləyicilərimiz 099 6 907 907 nömrəsi aktivdir. Bugün yaza bilərsiniz. Hansı ifaların səslənməsini istəyirsiniz? Daşqın Kürçaylı'dan necə bir nəğmələr eşitmək istəyirsiniz? Birinci sosial şəbəkədə məşhurlaşan o mahnıdan biraz danışaq. Dinləyicilərimiz əgər eşidənlər yox idiysə bilsinlər ki, kimdir? İndi görüntü ilə biraz səsi ayıra bilməyən dinləyicilərimiz ola bilər də. İsmayıllı'da dağın... İsmayıllı rayonun Vaşa kəndində. Vaşa kəndində. Başına bir papaq taxdın. Meşəli bir ərazidir, belə meşə sıx meşələrlə dolu. Orada 2 ya 3 ev var. Aha, çox az yaşayış var. Qohum var idi orada, yoxsa necə ki ev çıxmışdı? Qohum var idi, bir nəfər yaşlı bir, daha doğrusu uzaq qohumdur. Yaşlı bir dayda bir tək yaşayırdı orada. Aha. Orada bizi dəvət elədi ki, yaxşı abu-hava var burada, gözəl abu-hava var, samavar çay var. Biraz kabab çəkiləcək, biraz yəni yaxşı bir abu-hava var. Dəvət elədi bizi. Və mən də orada qardaşım, dayım, biz ümumiyyətlə ailə yaxınlar getdik. Belə bir musiqi aldı, sadəcə elə özümüz üçün məşq edirdik. Qardaşım gəldi, biraz tarı aldı məndən, apardı belə falan. O da kadrlara düşdü, amma elə bildi ki, bir yad adamdır, kimsə istəmədi ki, mən oxuyum falan. Amma tarı alanda öz qardaşımdır. Çox adam sual verir orada, sosialda yazıblar ki, kimdir? Bir ağız bir onun, bir ağız bax, belə musiqisiz, bir ağız bir canlı dinləyicilərimiz üçün deyirəm ki, hansı ifadan və hansı səs tonu ifa elən bir baxın, dinləyin. Ay qız çoxdandır kəsmişsən mənlə nəzərin, həsrətindən yanıram, yoxdurmu xəbərin? Durubdur qəsdimə cəllad kimi gözlərin, kaman bir tərəfdəndir, səyay bir tərəfdən. Həsrətin dəyəm ey yar, sən ey sevimli dildayar, səndən ayrı salıbdır, məni o zalmaq yayar. Sənin eşqin edibdir, sənin eşqin edibdir,
Bu yaşı qızarı gör necə bimar. Alqışlayırıq. Özüm musiqisiz birinci bir səsləndirdim ki, çünki dinləyicilərimiz istəyirəm ki, kimin qonaq olduğunu bir yaxşı bir anlasınlar ki, sonra bir söhbətlərə də bir o tərəfdən qulaq asacaqlar, musiqilərə də bir artıq başqa bir səpkidən baxacaq. Əminəm ki, bu ifanı sosial şəbəkəsi olan çox adam eşitmişdi. Və bu mahnını sonradan getdiniz lentə aldırdınız təzəlikcə. Dünən artıq tam hazır versiyada bütün sosial mediaya yerləşdirmişik. Yəni sosial mediada var, platformalarda da inşallah yerləşdiriləcək, yəni qulaq asmaq mümkün olacaq. Maraqlı olacaq. Daşqın Kürçaylı kimdir? Necə gəlib bu sənətə? Necə gedir bu sənətdən davamlı olaraq gedir? Yəni vidalaşaraq yox. Bunların hamısını birazdan danışacağıq. Çox gənc görünməsinə baxmayaraq bizim canlı izləyən dinləyicilərimiz də var. yurdfm.az yazaraq bizi canlı izləyə bilirsiniz. Və yaxud da Daşqın Kürçaylını onsuz da tanıyırsınız həyatda ki, çox adam tanıyır, əminəm buna. Həm müsabiqədən, həm sosialdan. Çox gənc görünməsinə baxmayaraq 27 yaşlıdır. 27 yaş. Və biri 19-20 görsənirsiniz, amma 27 yaş. Boydakı maşallah. Mən dedim 2 metrdir, dedi yox 1.90'dır boy. Maşallah əyilir mikrofondan danışmaq üçün. Allah səs də verib, boy da verib, savad da verib. İnşallah ki, sənətdə uğurlarınız da gələr ardı-ardından. Gəlin dinləyicilərimiz üçün birinci bir canlı musiqi səsləndirək. Onları bir canlı musiqi ilə sevindirək. Günorta vaxtı radiosunu açıb, yolunu gedən, evində əyləşən, bizi dinləyən dinləyicilərimiz çox gözəl canlı ifalar səslənəcək. Tarda müşahidə edir İntiqam Oktaylı, Kamançada Fərrux Haşımlı ifa edir Daşqın Kürçaylı. Tənbədəm, yar eylər xəldəm, rəhm eləyəməz dərdim əldəm. Tənbədəm, yar eylər xəldəm, rəhm eləyəməz dərdim əldəm. Yaş yedim sevdayı qəflən, məni saldı bu kəməndə. Yaş yedim sevdayı qəflət, məni saldı bu kəməndə. Ey həbibəm, ey təbibəm, mən qəribəm, ey xuda mən binəsibəm. Ay balam mən binəsibəm. Ey həbibəm, ey təbibəm, mən qəribəm, ey xuda mən binəsibəm. Ay balam mən Neylərəm güzar ki, sən gülzarımsan mənim. Neylərəm güzar kim, sən gülzarımsan mənim.
Sümbülüm, sərvim, gülüm, bağ baharımsan mənim. Olsa aləm xubilərdən, olsa aləm xubilərdən, İstemem zira ki sen Xubilerden sevdiğim ziba nigarımsan benim. Ay dağım tacıdarımsan benim. Gel mənə işim üstəm, versəm həsrətimdən canə versem həsrətimdən canə gəlir. Gəlirlər ta gəlirlər ta olmasın agah ki yarımsan benim. Ay balam Seydi sərgəşdə tək Miskin gədayəm ki sən. Seydi sərgəşdə tək Miskin gədayəm ki sən. Sərvərim, şahım, pənahım, hər nə varımsan mənim. Aman aman Vedad aman aman yar yanılda günahkarım, doğru sözüm yalan oldu, yalan oldu, yalan oldu. Yar yanılda günahkarım, doğru sözüm yalan oldu, yalan oldu, yalan oldu. Yürüş etdi qəmləşkəri, könlüm evi talan oldu. Yürüş etdi qəmləşkəri, könlüm evi talan oldu. Bax bu qaşa, bax bu gözə, yandı bağrım döndü közə. Bax bu qaşa, bax bu gözə, yandı bağrım döndü közə. Keçən sözü çəkmə yüzə, keçən keçdi olan oldu. Keçən sözü çəkmə yüzə,
keçən keçdi olan oldu. Keçən sözü çəkməyizə, keçən keçdi olan oldu. Keçən sözü çəkməyizə, keçən keçdi olan oldu. Kim var ailədə səs sənətlə məşğul olan varmı? Ailədə səs yoxdur, amma şeiriyyata, muğama çox böyük həvəs var. Sadəcə atamın əmisi gözləri görməyib, ancaq qarmon ifa eləyib və səsi olub. Gözləri görmədən qarmon ifa eləyib, səs olub. Yəni bir nəsildə bir tək onda səs olub. Atavızın əmisində? Bəli, atamın əmisində olub. Çox qəribədir. Bir də dayımın səsi olub, sadəcə uşaq vaxtı səsi olub. Sonra yeniyetmə dövründə səsi batıb. Yeniyetmə dövründə səs batıb, sonra biraz həvəsdən salıblar və s. Amma dayı var imiş da, niyə dayıya bənzədiniz belə uzun-uzad atanın əmisinə gedənə qədər dayı var imiş. Ümumiyyətlə muğam eşqi, ümumiyyətlə muğam duyumu bütün ailəmizin bütün üzvlərində demək olar ki var. Anamda, qardaşımda xüsusən, qardaşım məndən də musiqi, muğam həvəskarıdır, qəzəliyyat, şeiriyyat. Amma yəni bu cür səs, çünki maşallah balaca diapazonda bir səsiniz yoxdur, çox gözəl səsiniz var, çox gözəl tərtəmiz ifa var. Mən həmişə bunu deyirəm. Mən bunu bir musiqiçi kimi demirəm. Mən musiqiçi deyiləm, anlayışım yoxdur. Mən dinləyici kimi deyirəm və aparıcı kimi qonaqlarımın arasında dinləyən bir aparıcı olaraq deyirəm ki, çox möhtəşəm ifa, təmiz, səlis. Yəni bu yaxın qohumlarda olmayıb, amma bu cür evdən bir səs. Necə oldu? Neçə yaşında kəşf elədilər ki, aman tanrım, bu uşaqda necə bir səs var? Mən əvvəl başqa sahə ilə başlamışam muğam sahəsinə. Ümumiyyətlə uşaq vaxtı səsim olsa da balaca yerlərdə oxutururlar da, belə ad günlərində falan oxutururlar, amma sonra hamı universitetə girən kimi mən dedim ki, gedim universitetə qəbul olmalıyam da, bu adətdir də. Bir adətə çevrilib və qəbul oldum Neftə Sənaye Universitetinə. 4 il orada 4 kursa qədər oxudum, diplomu aldım. 4-cü kursa qədər, o vaxta qədər ifa eləmirdiniz. Neftçi və xanəndə məsələsi. 2-ci, 3-cü kursda mən Qəzənfər Abbasovdan qiyabi dərslər almağa başladım ki, muğamın rast, şur, nədir, qrafika, əlifbasını öyrənmək üçün. Sonra gördüm ki, yox, qardaş, bu iş gedir. Yəni bu tutur. Sonra gördüm ki, 2-ci, 3-cü kursda artıq məndə Qəzənfər Abbasov da dedi ki, yəni ustadı salamlayıram radio vasitəsinə. Heyfdir, yəni bu səs inkişaf eləyə bilər, qalma müsabiqələrə qatıl və s. Daha sonra artıq universiteti bitirəndən sonra qəbul oldum Asəf Hüseynalladın Musiqi Kollecinə, Alim Qasımovdan və Fərqənə xanım Qasımovdan. O sinifə daxil oldum, olan sinifində dərslər almağa başladım. Alim müəllim və Fərqənə xanım. Ondan bərabər Ağakərim Nafizdən ustad sənətkarımız bizim ondan biraz dərslər aldım. Hazaqil Məlikovdan, yəni bütün nə qədər ki usta sənətkar var, bəli, hamısından öyrəndim. Daha çox Alim müəllimin üslubuna, daha çox Alim müəllimi sadəcə uşaqlıq arzum olub ki, onu görüm, sadəcə görmək mənim arzum olub. Allah Taala qismət elədi ki, nəinki görmək. Yəni sən onun dizinin dibinə kimi getib oturmuşam, dərs almışam ondan ki, ondan bir şapalaqlar almışam. Şapalaqlar? Ustad şapalağı deyirlər bizdə, yəni o şapalağı almışam ustaddan. Nəyi düz eləmirdin ki, onu alırdın? Çox şey düz eləmirdim. Hətta ki, muğamatda yox. Alim müəllim bizə ümumiyyətlə harda nəyi oxumaq lazımdır, harda necə davranmaq lazımdır, harda nəyi danışmaq olar, nəyi danışmaq olmaz və s. Yəni tək muğamat yox, çox şeyləri sirlərini öyrənmiş. Amma bir onu deyə bilərəm ki, Daşqın xanəndələr sahəsində olan sənətçilərimizdə adətən biraz kompleks deməyim də çəkingənli, biraz sakit təbiətli, az danışım texnikası bu var deyə onlardan da fərqlənirsən. Maşallah, yəni səndə heç kompleks də yoxdur. Bu da səni bir fərqli tərəfə çəkir. Efirlərin birində mənə dedilər onu. Dedilər ki, xanəndələr çox az danışar. Və biraz danışığında belə hiss olunur ki, biraz şey olurdu. Amma mən çalışmışam ki, həmişə universitet vaxtında da çox o tədbirlərə qatılırdım universitet vaxtında danışmaq, oradan natiqlik falan. Yəni çalışırdım ki, tez-tez danışım, diksiyamı inkişaf etdirmək. Ümumiyyətlə çox kitab oxuyan adamam, kitabları çalışıram. Kitab oxuduqca da çalışıram ki, çox danışmaq da bir şey deyil, amma az danışıb keyfiyyətli danışmaq, ünsiyyət vasitəsilə. Yox, rahat fikrini çox rahat, çəkinmədən, dərin belə və anlaşıqlı bir dillə izah edirsən. Yəni çox əla, mükəmməl. Məncə 27 yaşında budursa, bir 10 il sonra inşallah ki, daha yüksək yerlər. 10 il uzun, hətta sənin üçün 10 il çox deyə, sən 2-3 ilə. İnşallah. 30-da deyirlər də, 30-da deyirlər ki, xanəndə elə 30-dan sonra oxumağa başlayırsan. Doğrudan. Bəli, 30-dan sonra.
İndi biz elə belə mızıllanırıq. Görək də, yox, çox gözəl ifa edirsiniz. Deməli, dinləyicilərimiz eşitdilər birinci hissədə çox gözəl canlı bir ifa səsləndirdi Daşqın. Reklamlara ayrıldıq. Reklamlarda deyirəm, deməli, bir daha o altını vurğulayıram. Mən də səhv tutanlar, yəni deyim, mən musiqiçi deyiləm. Mən dinləyici olaraq fikrimi bildirirəm ancaq. Daşqının texnikasında, hətta birinci sortu müəllimin kim oldu? Dedi Alim Qasımov. Texnikada Alim müəllimin texnikası hiss olunur anında, ifa tərzində. Səsinin çalarında bir Qədir Rüstəmov var, Allah rəhmət eləsin. Və bir də mən əslində onu hiss eləmişdim, amma dilimə gətirmədim. Özü dedi ki, Səxavət Məmmədova da məni bənzədilər ifa tərzində. Qəribədir, mən özümdə onu hiss eləmirəm, amma ətrafdan hiss edirəm. Mən deyim, doğrudan alınır. Hətta Qədir müəllimin reklamda dinləyicilərimizə görə deyirəm, xahiş elədim ki, nə olar bir dənə Qədir müəllimdən bir Sona Bülbüllər ifa ilə. Hətta o ağız texnikası belə Qədir müəllimin o texnikasına bənzədi. Allah ruhunu şad eləsin. Asan məsələ deyil, onlara bənzədilməz. Bu özü də böyük bir şərəfdir. İndi özü istəməsə də mən ondan reklamlarda istəmişdim. Efirdə dinləyicilərimiz üçün istəyəcəm. Daha sonra da ardınca elə özünüzün hazırladığınız ifaları istəyəcəm. Deməli, mən dinləyicilərimizə deyirəm, bir baxın görün mən yanılıram, yoxsa yox, bu qız elə belə deməz. Axı, hər halda ki, yanılmıram da. Bir dənə Daşqın, xahiş edirəm. Qədir müəllimdən bir Sona Bülbülləri bir ağız zəhmət olmasa. O biri mikrofon. Atdım. Yara dəydi. Sona bülbüllər. Əlim divara dəydi. Sona bülbüllər. Ey dilim ağzım kurusun, saçısın büller. Elə yar deyirlər, heç məni demirlər. Ay Sona Ay deyirəm, var da var. İndi bir daha xahiş edirəm, Səxavət Məmmədovdan da azad bir quş idin biraz. Allah rəhmət eləsin. Azad bir quşdum, yuvamdan uçdum, bir bağa düşdüm bu gənc yaşımdan. Arpağa düşdüm bu gənc yaşımdan. Allah rəhmət eləsin və bir də Allah can sağlığı versin Alim müəllimə. Yox, hamısını istəməliyim demişəm axı. Alim müəllimlə də bir mahnı zəhmət olması, bir muğam, bir ifa. Ya indi özün davamında da Daşqını dinləyəcəyik. İndi bir Alim müəllimlə də dinləyək. Başlayacağız. Gerçəkdir yoxsa yalan, gəlib keçdi nə zaman. Sevginin ömrü bir an, qalanı xatirədir, qalanı xatirədir. Özümüzdə oxuyaq. Oldu bu. Kimi dediniz orada? Hacı Agil? Hə, bir dənə də oradan sifariş gəldi. Dedilər Hacı Agilə də bənzəyir, hə? Baxaq görək. Yox, Hacı Agilə Allah can sağlığı versin. Aha. Mənim səsimin ona bənzəməyi yox. Yoxdur. Yaxşı. O daha yüksəklərdə. Yaxşı. 30 yaş lazım. Yaxşı, onun üçün gəncdir hələ. Çox sağ ol, ricamı qırmadığın üçün təşəkkür edirəm. İndi zəhmət olmasa bir oxşadı. Ruh hamısından öyrənmişəm. Yox, bənzədi doğrudan da. Ustadlardan nəsə öyrənək. İndi isə ifa edir əziz dinləyicimiz. Bayaqdan hissə bənzətmələr dinlədik. İndi özü gəlir. Daşqın Kürçaylı ifa edir. Tarda İntiqam Oktaylı, Kəmançada Fərrux Haşımlı müşayiət edirlər. Buyur Daşqın. Sevgisiz gül çiçək bir
yetmez ey könül. İnsan muradına yetmez ey könül. Sevgisiz gül çiçeği bitmez ey könül. İnsan muradına yetmez ey könül. Nedemdir bilmirəm, yetmez ey könül. Başından sevdası ilk məhəbbətin. Başından sevdası ilk məhəbbətin. Bu dərdə neyləsin Loğmanın əli, əlimə dəyməmiş cananın əli. Döydü qapımızı hicranın əli. Budurmu vəfası ilk məhəbbətin. Budurmu vəfası ilk məhəbbətin. İlk məhəbbətin. Ölkəmiz eşqə yananlar ölkəsidir. Bizim bu ölkəmiz eşqə yananlar ölkəsidir. Şeir ilə, sənət ilə odlananlar ölkəsidir. Füzuli Seyyid Əzim vahidin diyarıdır bu diyar. Füzuli Seyyid Əzim vahidin diyarıdır bu diyar. Bu diyar məhsətlər natavanlar ölkəsidir. Bu yerdə Cəfərimin cavidanə sözləri var. Bu yerdə Cəfərimin cavidanə sözləri var. Bu müşfiq ölkəsi ruhi rəvanlar ölkəsidir. Ay dad bidad anam.
bu yerdə Cəfərimin cavidanə sözlər var. Bu yerdə Cəfərimin cavidanə sözlər var. Bu müşfiq ölkəsi Bu müşfiq ölkəsi ruh rəvanlar ölkəsidir. Nədəndir burada pirlər də cavan görünür? Bizim bu ölkəmiz Navcavanlar ölkəsidir. Sən də Seyid ağam hikmətli söz xəzinəsi yaz. Sən də Seyid ağam Sən də Seyid ağa hikmətli söz xəzinəsi yaz. Bizim bu ölkəmiz Navcavanlar ölkəsidir. Yar 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 aman yar 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 aman 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 Vedad aman yarım aman aman ay aman ay 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 Sen onun eşkiyle məhəbbətilə Vurmadın ömrünü başa ürəyim Sen onun eşkiyle məhəbbətilə Vurmadın ömrünü başa ürəyim Sevgi hədəfini nişan alanda Dəydimi oxların daşa ürəyim Sevgi hədəfini nişan alanda Dəydimi oxların daşa ürəyim Sən canı canandan ayrı tutmazdan Odur ki vəfasız değildir adam Sən canı canandan ayrı tutmazdan Odur ki vəfasız değildir adam O səni unuttu, sən unutmadın Yaşa məhəbbətimi, yaşa ürəyim O səni unuttu, sən unutmadın Yaşa məhəbbətimi, yaşa ürəyim O səni unuttu, sən unutmadın Yaşa məhəbbətimi, yaşa ürəyim O səni unuttu, sən unutmadın Yaşa məhəbbətini, yaşa ürəyim Yaxşı, bugün Daşqın Kürçaylı yaradıcılığında nə edir? Müsabiqələrdən, laureatlardan sonra çalışıram ki, el şənliklərinə gedeyim. Çünki insan içindəki enerjini saxlaya bilmir də özündə. O enerjini kiməsə ötürməlisən xalqa, cəmaata, xüsusən Bakı kəndləri ki, muğamatı qoruyub saxlayan, muğam ənənələrin eyni zamanda, tək muğamı yox, muğam ənənəsin, yəni xanəndənin davranışı, xanəndəyə diqqət, qayğı muğam Bakı kəndlərində xüsusilədir və Şamaxıda xüsusi muğam məclislərində. Yəni, məxsusi məclislərə çalışıram ki, gedim, pedaqoji fəaliyyətimə inşallah hazırlaşıram, pedaqoji fəaliyyətə başlayacaq. Pedaqoji, yəni dərs demək istəyirəm. Dərs demək istəyirəm, elə bilirəm nəsə. İnşallah. Harada var belə bir məktəb yəqin ki? Mədəniyyət mərkəzlərinin birində və daha çox musiqi məktəbində istəyirəm. Musiqi məktəblərinin birində. Yaxşı, Daşqın Kürçaylı verilişlərə belə çox görməmişim, bir-iki dəfə görmüşüm. Dövlət tədbirlərində oluruq, verilişlər
dövlət televiziya, dövlət kanalları daha tez-tez dəvət edirlər, ancaq özəl kanallar onlar da dəvət edirlər, amma az da olsa. Az da olsa. Müəllimlərin hansısa bu yolunda bir çığır açmağında bir köməklik göstərirmi? Dəstək olurmu? Əlbəttə ki, Ali müəllimin, Fərqanə xanımın böyük dəstəkləri var. Həm mənəvi baxımdan, həm belə cığır açmaq baxımından, yol açmaq baxımından çox dəstəklər görmüşəm. Tez-tez əlaqə saxlayırıq, tez-tez görüşürük. Verilişlərdə bir neçə dəfə bir yerdə olmuşuq. Ali müəllimlə də bir yerdə olmuşuq. Verilişlərin birində, Fərqanə xanımla da tez-tez çəkilişlərdə oluruq. Subaysız da yəqin ki, 27. 27 yaş, nə olub? Hara tələsirsiniz? Neçə yaşında evlənmisiniz? 26 yaşımdayım. Hələ yeni evlənmisiniz də onda. Allah xoşbəxt eləsin. Allah övlad nəsib eləsin inşallah. Allah var. Maşallah, yaman tez bu. Sənətdə də qaçır, həyatda da qaçır. Allah saxlasın. Amma bəzilər deyir ki, vaxtıdır elə. Vaxtıdır, düz elə. Əvvəllər düz deyildilər, amma indi zaman dəyişib. Məncə 30-dan tez oğlanlar da evlənməməlidirlər, qızlar da. Amma yəni bu mənim fikrim mənə məxsus olan bir fikirdir. Təbii ki, dövlətimiz 18 yaş rəsmi qanunu qoyub, o da kimin ürəyi istəyir geçsin evlənsin də, kim kimə. Amma yox, məncə daşqın üçün vaxtıdır. Çünki maşallah həyatı o qədər tez-tez yaşayırsınız ki, 27 yaşdan daha böyük təcrübəyə məxsussuz, maliksiz. Ona görə də yəqin ki, ailə yoldaşınız bu sahədəndir, yoxsa evdən evləndiriblər? Bu sahədəndir yoldaşım da, muğam sahəsindəndir. Kimdir, tanıyırıq? Bəli, muğam müsabiqəsində elə laureatdadır. Bu daşqın yaman aktivdir. Oradan elə göz ardı elədim müsabiqədən. Adı nədir? Qismətdir, indi qismət. Aynur Kürçaylı. Aynur Kürçaylı, mən yazıb baxaram görüm. O laureatçılardan idi, hə? Bəli, ikinci yerin laureatı. Biz üçüncü yer. Necə? Əvvəl nə idi? Aynur Həsənxanova. Həsənxanova. Qızın adını, soyadını da bir yox, soyadı odur da. Kürçaylı nedir? Deməli, müsabiqədən tanış oldunuz və nə gözəl. O çalışır, fəaliyyət göstərir o da. Fəaliyyətini davam elətdirmir. Qoymayacaqsan, yoxsa? Belə qismətdir. Belə alındı ki, belə olsun ona görə. Bir verilmiş məsələn. Bir verilişlik deyil. Onu davam eləyərik orada. Yox, burada sustum. Baba, o birilərində hamısında əla deyirəm, halaldır bu uşağa deyirəm. Bura qədər yaxşı gəlmiş. Yox, burada bir səhvə yol. Zarafat edirəm, hər kəsin ailəsinin için özü bilir təbii ki. O insanların özünün verdiyi şəxsi qərarlardır. Əminəm ki, xanımınız ifa etmək istəsə, xanımınız sənətdə olmaq istəsə, siz ona yol göstərəcəksiniz. Təbii ki, pedaqoji fəaliyyətin, yəni müəllimlik inşallah ki alınsa, yəni o da hal-hazırda fəaliyyət göstərmir, ancaq orada bir problem yoxdur. Sadəcə pedaqoji fəaliyyət göstərəcək inşallah. Səhnədə ifa eləmək istəsə? Yox, səhnə ifasına mən yox, ümumiyyətlə nə cümlənin zəhmət olmasa məni biraz yəni belə razılaşmışıq da. Elə razılaşmışıq ki, daşqın heç sizdən gözləməzdim. Mən bayaqdan deyirəm, halal olsun bu ya. Yox, eybi yox, təzə evlisiniz, hələ bilmək olmaz. Bir deyəm hələ, məncə o xanım nə bürcüdür, bir dənə deyin. Oğlaq. Hə, yox, yumuşaqdır. Bir sərt bürcü olsun, mən deyəcəm, oxuyacaq. Hələ təzədir. Amma oğlaqlar yola gəlimlidir, bilmək olmaz hələ. Nəysə. Yəni, ailə birlikdə olanda, söz birlikdə olanda, ailə təməldə möhkəm olur. O birlik deyil ki, o sizin dediyiniz sözə əməl eləməkdir. O birlik deyil. Nəysə, mən şəxsi münasibətlərinizə qarışmıram. Təzə evlənmisiniz. Xahiş edirəm, evə söz-söhbət salmayaq. Söz-söhbət salmayaq. Gedək salamat çıxar inşallah. Gedin evə, evdən dinləyirlər bugün. Əlbəttə dinləyirlər. Salamlayıram sizi Aynur xanım. Aynur xanım, salamlayıram sizi. Lazımdırsa siz bizə yazın. Biz daşqınla burada söhbət eləyərik. Çox sağ olun gəldiyinizə görə. Siz sağ olun dəvətə görə. Mən xüsusi təşəkkür edirəm Aysə xanım sizə. Yenə deyirəm, Yurd FM-i dinləyəndə, maşında, radioda, evdə və s. dinlədikcə mənə çox xoş olur ki, doğrudan da belə bir FM var, belə bir radio var. Dinləyicilərimiz bizim həqiqi xalq musiqisinə qiymət verən insanlar xüsusən dinləyirlər və bizim də ifalarımızın orada olmağı bizə xoşdur. Bizi də sevindirir. Çalışarıq ki, inşallah tez-tez gələk, dəvət eləyəsiniz. Biz trio olanda lap rahat gəlirik məclislərə
üçlük olanda. Çox təşəkkürlər, minnətdaram, var olasınız. Siz sağ olun, yolunuz açıq olsun, uğurlarınız bol olsun. İnşallah ki, əminəm ki, belə də olacaq. Çünki bu enerji, bu belə deyim, həvəs, bu sevgi sizdə varsa, elə daha çox belə yuxarılara doğru, yüksəklərə doğru gedəcəksiniz. İnşallah. Bugün tarda müşayiət edirdi. Biz də sizə də çox təşəkkür edirəm. İntiqam Oktaylı, Kamançada Fərrux Haşimli. Təşəkkür edirəm vaxtınızı ayırıb gəldiyinizə görə, gözəl müşayiətinizə görə. Çox sağ olun. Daşqın, bir daha təşəkkür edirəm. Sağ olun. Aynur xanım, siz də salamlayıram. Narahat olmayın, hələ tezdir. Hələ bir 3-4 il sonra danışarsınız. Söz də indi deyilib də indi oxumayacaqsınız. Boş verin onu. Siz bizim qapımızı döyün, biz sizi qonaq gəl, bizə də qonaq gəl. Allah yolunuzu açıq eləsin. Dəyərli dinləyicilərimiz, çox sağ olun bizi dinlədiyinizə görə. Sizə çox təşəkkür edirik. Yurdumuzun insanı, yurdumuzun musiqisini sevən dəyərli insanlar. Bugün də sizə gözəl bir efir, veriliş təqdim etməyə çalışdıq ki, əminəm ki, belə də oldu, yaxşı bir veriliş oldu. Canlı ifa ilə davam edəcəyik. Siz Yurd FM-də qalın. Özünüzə yaxşı baxın. İş axtarırsınızsa Marshall Parka müraciət edin və yurdumuzun musiqisi ilə gününüzü gözəlləşdirin. Buyurun Daşqın, canlı ifalarla davam edib sağollaşırıq. Mal mülkü təxti tacı xanımanı neylərəm Dilbəram mən səndən ayrı təndə canı neylərəm Mal mülkü təxti tacı xanımanı neylərəm O ki gördüm fəzli halın Dolmuşam dərdə dəva O ki gördüm fəzli halın Dolmuşam dərdə dəva Mən sənin bimarına özgə dəvanı neylərəm Mən sənin bimarına davanı neylərəm Cemalın ateşine yandı zar olan könlüm Cemalın ateşine yandı zar olan könlüm Yetişti kameye ceb intizar olan könlüm Cefav qüssələri bana canım Cefav qüssələrin xəlqidən nihan eləmiş Xəyal və sün ilə bəxtiyar olan könlüm
eylesin. Bu saati eşkide gör, mahramla eyleşesin. Ey kenarım isteyeceğim, bir kenar olan gönlüm. Bu saati eşkide gör, mahramla eyleşesin. Kenarın isteyecek, bir kenar olan gönlüm. Ay demiştin hacıya sen sabreden murada yeter. Ay böyle demiştin hacıya sen sabreden murada yeter. Ölünce sabredecek, ölünce sabredecek, sabri var olan kön. Aman ayda dibinde de yahu gözünü gördüm, ahuler arasında durmuş o meleğsin, mehruler arasında. Ahu gözünü gördüm, ahuler arasında durmuş o meleğsin, mehruler arasında. Ey badi sabah açma, gey su yeterim üşüyüm. Ey badi sabah açma, gey su yeterim üşüyüm. Gönlüm kuşu yerleşmiş mehruler arasında, ben kalmışam avare hermuler arasında. Zehra'yı hütenmişsin, sevmez deli divane. Gördüm senin özetrin hermuler arasında. Zehra'yı hütenmişsin, sevmez deli divane. Gördüm senin özetrin hermuler arasında. Ey badı sabah açma, gey su yeterimişsin. Ey badı sabah açma, gey su yeterimişsin. Gönlüm kışı eyleşmiş hermuler arasında. Ben kalmışam avare mehruler arasında. Ben kalmışam avare mehruler arasında.